İnsanlarda belə bir düşüncə var. Sahabə toplumu deyəndə ağla heç günah etməyən, heç yəni xəta etməyən, heç belə həyatı daim Allah Resulü aleyhissalatu vesselam'ın istədiyi bir həyatı yaşayan insanlar kimi təsvir edilir. Lakin bu xətadır. Çünki sahabə də bir insandır və insan olma səbəbi ilə bəzən insani problemlərə düşə bilir. Məsələn, bu onlardan biridir. Siz təsəvvür edin ki, Allah mələklərini göydən onlara yardıma göndərib. Bədr əhlinin günahları bağışlanmağına rəğmən etmiş olduğu şey nədir? Peyğəmbər sallallahu aleyhi və səlləmin önündə dünya malından dolayı aleyhissalatu və sələmin önündə səslərini qaldırırlar. Deməli, sahabə toplumu olsa belə, bizə bu qissələrdən anlaşılan şey budur ki, insani şeylər ön plana çıxdığı zaman insanların çizgidən çıxmaqları normal olan, insani olan şeylərdir. Məsələn, bununla bağlı günümüzə bir misal verəcək olsaq, bəzi insanlar deyirlər ki, məsələn, müsəlmanlarla ticarət edib, uğursuz ticarət əldə edib, deyir ki, mən bundan sonra müsəlmanlarla ticarət etmərəm. Lakin o insan bu qissələri bilmədiyinə görə, məsələn, arada sual da verir. Heç sahabə belə eləyərdi. Yəni, sən təsəvvür elə, sahabə bundan daha betər nə eləyib? Allah Resulü aleyhissalatu və sələmin önündə dünya malına görə səsi qaldırmaq nə deməkdirsə, bu gün də müsəlmanların etmiş olduğu dünya malından dolayı göstərmiş olduğu təpkilər insani olan şeylərdir. Deməli, biz bu qissələri bilmək insana onu göstərir ki, sahabə toplumunda əgər bu şeylər olubsa, cənnət əhli olan insanlarda, İslamın ilk başında bu dinə yardım edən insanlarda bu şeylər olubsa, müsəlmanlarda da bu şeylərin olması qayət normal olan şeylərdir.